olsun. Bizə ağlamaq yaraşmır. Düzdür. Mənim açıqdır da, yaylıq alıb əlimizə ağlayan vaxtımız deyil. Bizim əlində yaylıq olub bizi gözləyənlər arxadadır. Elədir o. Mən şəhid oldum, salavatçı çevir, irəli. Oy məni qırağa, məni götürəcəklər. Məni ağlamaq üçün gözləyənlər arxadadır. Ha, düzdür. Onlar yaylıqla gözləyir, o da onların işidir. Vətən sağ olsun qardaş, demiş ki canımız baha. Azadlıq elə belə quru hərflərlə yazılır. Elə də, Azadlıq elə qanla yazılır. Bəli, qanla yazılır. Biz də bunu yazmalıyıq. Bir dəlisi olan hər gün ağlar, ölüsü olan 40 gün ağlar. Qardaş, biz hər gün ağlamışıq. Hər gün bu məsuliyyəti, bu hissi, bu qorxunu keçirmişik, bəli. Bunu bir gün belə deyək də, bir gün ağlamalıyıq, bir gün rəyimizi boşaltmalıyıq. Tamam, bitməli. Bunu da bitməliyik. Bu gələcək nəslə, övladlara saxlamamaq lazım. Elədir, elədir. Allah prezidentimizin canı sağ eləsin. Allah Ali Baş Komandanımızın canı sağ eləsin. Bu komanda bizə verdi, bu şansı bizə verdi və biz də bunu doğrultmalıyıq və doğruldacaqdan nəyin bağlısı olursa. Allah qorusun xalqımızı. Allah sizi də qorusun. Sənin dəstənlə bir yerdə, bunlar xüsusi dəstələrdir də, hansı ki bunlar irəli gedə-gedədir. Gecə ilə, bu gecə gedirlər, təzədən bir dəstə bir də gedir. İnşallah gələn dəfə yəqin bu erməninin bu tikdiyi yerdə qalmarıq da, başqa bir villada qalmarıq. Yana da yox, elə bir-iki gündən sonra Allah qoysa. Yox, Han kəndində olarıq yəqin. Allah qismət eləsin. İnşallah. Toprağım Allah. Sağ ol. Allah nazarlarınızda olsun. Allah sizi qorusun. Allah